şəhid xəbərini necə aldınız? Bilirəm bu sizin üçün çox ağırdır. Yenə də Bəli, soruşmaq bəli. istərdim. 12-si biz onunla sonuncu dəfə danışmışıq. 14-ü səhər tezdən mən səhər namazından sonra necə olubsa yuxuya gedib qalmışam və onda yuxuda nəsə bir qarışıqlıq gördüm. Adını qoya bilmədiyim və Polad deyib qışqırıb ayıldığımı xatırlayıram. Onda gördüm qapı döyülür, baxdım qohumlar bizə gəlirlər. Yəni çox təəccübləndim ki, belə tezdən niyə gəlirlər. Biraz sonra dedilər ki, bəs cəbhədə vəziyyət qarışıb, orada əsgərlər şəhid olublar. Baxdıq internetə gördük bir xəbər tapmırıq, heç nə görmürük. Sonra bir, iki insanlar atmağa başladı. Sonra qardaşım gəldi. Gördüm, əvvəlcə özünü saxlayırdı, sonra başladı. Kimsə ona zəng elədi. Və o dedi ki, yox, Polad artıq nəsə dedi. Yəni anladım ki, vurublar. Və təsəvvür ki, biz o qədər Poladdan arxayınıq ki, mən də uşaqlar da. İnanmırıq. Yəni çünki aprel döyüşlərində də belə xəbər çıxmışdı. O, yəni xəbər doğru olmadı. Onun çox sevdiyi bir əmisi var atasından sonra. O gəldi. O qədər çox sevirdi ki, bəlkə onun dilindən yəni eşitməyim məni artıq inandırdı. O qızım deyib uzaqdan gələndə mənə tərəf, onda anladım ki, yəni artıq belə bir hadisə baş verib. Əlacım o qaldı ki, uşaqları axtarım tapım insanların içindən. Başladım uşaqları axtarmağa. Qızımla qarşılaşdım. Qızımın gözümüz sataşdı bir-birimizə. Yəni o da donub qalmışdı. Belə artıq yavaş-yavaş anladıq ki, artıq biz Poladı itirmişik.